xaricdə onlayn təhsil ümumiyyətlə nə deməkdir? Hər kəs təqaüddə təhsil almaq istəyir. Kollecdən ikinci kursa transfer. Erasmus proqramının ləğv olmağı ilə bağlı hərbi möhlət necə tənzimlənir? Qanuni olduğunu bilməyən insanlar mövcuddur. Elə deyil. Gizlin. Nəsə danışırmış kimi. Ağır bir cinayət və sair varsa, o zaman oturum izni verilmir. Buna da üzülməyəlim. Neyini? Türkiyənin çox kiçik bir kəndində olan bir universitetin tanındığı halda Amerikadakı bir diplom tanınmaya bilir. Bu necə olur? Universitet qəbulu almaqla bitmir işimiz. Daimi dəstək olaraq yanlarında olur. Yəni əlaqəni itirmirik. Çox çətin bir idi. Bugün xeyli məlumatlandım. Gözümdə böyüdürmüşəm. Məl, hamısını məl deyə cavab verdim. Çünki əla həqiqətən əlaymış. Bu yayımı 24/7 tətbiqinin baş sponsorluğunda izləyirsiniz. Salam ProTax izləyiciləri. Bugün mövzumuz xaricdə təhsil, qonağımız isə xaricdə təhsil üzrə mütəxəssis İsa Zərbəliyevdir. İsa bəy, xoş gəlmisiniz. Xoş gördük Nil xanım. İsa bəy, mən ümumiyyətlə biz hər bir qonağımızdan əvvəl sorğular keçiririk və sizinlə də bağlı sorğu keçirdik ki, xaricdə təhsillə bağlı sizə nə maraqlıdırsa soruşun, biz də mütəxəssisimizdən soruşaq. İlk başda biz sizin xaricdə təhsil üzrə mütəxəssis olaraq rolunuzu başa düşək, biraz onu izah eləyək və ondan sonra suallarıma keçim. Adım İsa, artıq belə deyim 5 ildir bu sahədəyəm. Xarici təhsil geniş bir sahədir. Biz əsasən vizasız ölkələr üzrə ixtisaslaşmışıq. Belə deyim, Türkiyə, Ukrayna, Rusiya, amma yenə vizalı ölkələrdə mövcuddur əməkdaşlıq etdiyimiz, hansı ki Polşa, Latviya kimi. Əsasən bu ölkələr üzrə ixtisaslaşmışıq. Bakalavr, magistr, doktorantura dərəcələrinə tələbələrə əsas imtahansız şəkildə qəbul olmalarına kömək edirik. Çünki imtahanla da qəbul mövcuddur, hansı ki IELTS, SAT, YÖS kimi. Biz isə ixtisaslaşdığımız sahə imtahansız üzrədir. İmtahansız o demək deyil, yəni sırf aşağı səviyyə universitetlərdir. Yox, prestijli universitetlər də var. Amma sadəcə onların qəbul şərtləri imtahansızdır. Bəziləri ola bilər ortalamaya baxır, məsələn diplomdakı və ya attestdakı ortalamaya. Baxmayanlar da mövcuddur. Ondan başqa dil bilikləri bəzən tələb oluna bilir bu şəkildə. Deməli biz xaricdə təhsil almaq istəyiriksə, sənədlərimizi hazırlayırıq, gəlirik sizə, müraciət edirik. Onda elə ilk başda sənədlərdən başlayaq ki, hansı sənədlər lazım olur? Bu baxır hansı təhsil pilləsi üzrə tələbə qəbul olmaq istəyir, bakalavr deyək məsələn. Doktorantura. Məsələn, bakalavra qəbul olmaq istəyirsə, ən son təhsil nəticəsi olan attestat, pasportu, şəkil və s. kimi sənədlər tələb olunur. Yəni ən son təhsil nəticələri tələb olunur. Bəzən isə tələbə məsələn attestat almış olmur. Məsələn 11-ci sinifdə hələ. Çünki bilirsiniz, bəzən diplomda attestatı gec verilə bilir. Məktəb və universitet bitəndən sonra. Bu zaman 11-ci sinifdə oxuduğuna dair arayış vasitəsilə biz qəbul alırıq. Müvəqqəti qəbul o sayılır. Attestatı əldə edəndən sonra əsas qəbul da çıxmış olur. Bakalavra sadəcə, ya ümumiyyətlə hansı təhsil mərtəbəsinə istəyirsə, ondan bir öncəki ilə bağlı məlumat, pasport, şəxsiyyət vəsiqəsi yəqin ki. Şəxsiyyət vəsiqəsi, pasport, attestat və ya diplom. 3-4 şəkil. Bəzi universitetlər məsələn motivasiya məktubu və s. tələb eləyə bilir. Bəzi məsələn Türkiyə qəbul olan hər bir tələbə türkçədən dil sertifikatı olmalıdır məsələn. Belə bir sənədlər də əlavə oluna bilər. Türkçədən dil sertifikatı o hardan alınır? İmtahanda yenə? O hər bir universitet özü də keçirə bilir və ümumi olaraq imtahan növü də mövcuddur. Məsələn, belə deyim. YÖS başqa bir imtahan növüdür. YÖS sadəcə universitet qəbul imtahanıdır. İstəyir YÖS-lə qəbul olsun, istəyir attestatla qəbul olsun. Bu olmalıdır türkçə. Hər bir universitet özü də ayrı-ayrı keçirə bilir, amma Türkiyənin özünə aid bir sertifikat növləri də var ümumi. Məsələn, Ankaranın universitetin keçirdiyi imtahan növü kimi, hansı ki o sertifikatı əldə edərək bütün universitetlərə keçərli. Bütün deməyim də, yəni verim 95%, çünki bəziləri onu qəbul edə bilmir. Bəzi universitetlər deyə bilir ki, mən sadəcə özüm bu imtahanı keçirəm. 95%-i onu qəbul eləyir bu şəkildə. Əgər o sertifikatı ala bilməsə, türkçəsi zəif olsa, o zaman yenə də qəbul ola bilər, amma bir il əlavə oxuyur, yəni hazırlıq dönəmi türkçədən. Necə ki, məsələn, İngiliscə foundation oxuyurlar insanlar, onun kimi həmçinin. Deməli dedik ki, attestat, diplom, şəxsiyyət vəsiqəsi, pasport və oğlanlarda yəqin ki, hərbi möhlətlə bağlı, getmişəm, getməmişəmlə bağlı bir arayış ola bilər də yəqin ki. Bəli. Qəbul olduğuna dair arayış, belə deyim, hərbi komissarlığa təqdim olunur. Təhsil aldığı müddətcə
tələbə, yəni statusunu daşıdığı müddətcə tələbənin rəsmi olaraq hərbi möhlət hüququ mövcuddur. Bir də bir şey də əlavə edeyim. Biz məsəl üçün diplomu götürmüşəm universitetdən, amma diplom əlavəsi deyə bir şey var, onu götürməmişəm. Məsələn, o problem olarmı? Mütləq o olmalıdır. Olmalıdır. Hətta belə bir şey var qanunda, diplomun özü əlavəsiz, belə deyim, keçərli sayılmır. Heç harda ümumiyyətlə keçərli sayılmır. Mən götürməmişəm. O mütləq olmalıdır yəni. Bir ara gedim görə götürməm. Bizim sorğumuzda sualların ən əvvəlində bir də onlayn təhsil var idi. Bəli, Ən çox soruşulan suallardan biri də bu idi, onlayn təhsil. Onlayn təhsil varmı? Xaricdə onlayn təhsil ümumiyyətlə nə deməkdir? Yəni mən oxuyanda dedim ki, ha bu nə absurd şeydir də, bunu niyə soruşurlar ki? Onlayn təhsilə son illərdə tələbat artıb. Bunun bir çox səbəbi var. Hansı ki, məsələn, insanlar işləyir, tam vaxt ayıra bilmir hər dəfə universitetə gedib gəlməyə. Onlayn təhsilə belə bir ona görə son illərdə tələbat yaranıb. Onlayn təhsil mövcuddur bir çox ölkələrdə. Sadəcə bunun belə deyim, mənfi cəhət kimi də deyə biləcəyimiz bir yönləri də vardır. Hansı ki, diplom tanınmaqla bağlı. Bu da vacib məsələdir. Gələcək o mövzuya. Azərbaycan qanunvericiliyi hal-hazırda onlayn təhsili tanımır. Diplom. Düz istisna hallar var, amma biz ümumi olaraq danışdıq tanımır. Özəl sektorda keçərlidir. Hansı ki, məsələn, özəl şirkətlərdə və s. amma dövlət səviyyəsində gələcəkdə ola bilər qanunvericiliyə dəyişiklik ola bilər, amma hal-hazırki durumda tanınmır. Buna istisna hansı hallardır? Məsələn, Ukraynada təhsil force major bir haldır, müharibədir. Ona görə insanlar istəsə belə ora gedə bilmir. Bu onlayndır, amma belə deyim, bu bir istisnadır, force major bir haldır. Ona görə onun tanınmağına təsir göstərmir, diplom tanınmağına. Amma təbii ki, müharibə bitəndən sonra insanlar ora əyani qaydada gedib təhsilə davam etməlidir. Bu birinci bir istisna. İkinci bir istisna ola bilər ki, bəzən insanlar diplom, onlayn təhsil diplomu alıb, məsələn, məhkəməyə müraciət edir, öz məsəl üçün o təhsili aldığını və həqiqətən o biliklərə sahib olduğunu sübut edərək məhkəmə yolu ilə tanıtdıra bilir. Bu bir istisna haldır. Yəni hər zaman belə olacaq, hamıda tanınacaqmı? Yox. Amma belə bir şeylər var. Həm də uzun məsələdir. Bəli, bu vəkil tutulur, aylar, bəzən illər sərf olunur. Dediniz ki, siz vizasız ölkələrdəki təhsillə daha çox məşğul olursunuz. Ümumiyyətlə vizalı ölkələr, vizasız ölkələr, bunların da sənədləri barədə danışarıq. Vizasız ölkələrdə təhsil almağın üstünlüklərindən danışaq ilk öncə. Vizalı ölkələrdə təhsil almaq əsasən məsələn bu Avropaya aiddir, yəni Şengen zonaya. Bu zaman insanlar əsasən belə deyim, təhsildən əlavə daha yaxşı yaşayış, daha yaxşı əmək haqqı üçün gedirlər. Bu həqiqətən də belədir, çünki bir çox vizasız ölkələri nəzərə salsaq, Türkiyə, Ukrayna, Rusiya kimi bu ölkələrdən daha yaxşı əmək haqqı, daha yaxşı yaşayış insanlar əldə edə bilər. O zaman ona görə bunu seçirlər. Amma bunun bir növ belə deyim, çətinlikləri ondadır ki, universitet qəbulundan əlavə viza da almalıdır tələbə. Təhsil vizasında bir asanlaşdırma yoxdur normal vizadan, yəni turist vizasından. Nisbətən var asanlaşma, amma yenə də tam 100% deyil. Universitet qəbulu 100% olduğu halda biz məsələn tələbənin sənədlərinə və sair baxırıq, şərtlərə baxırıq. Əgər universitetin şərtləri, tələbənin sənədləri qaydasındadırsa 100% belə deyim, qəbul qarantiyası verə bilirik. Amma təbii ki, vizaya heç kim qarantiya verə bilmir. Viza yoxdursa, universitet qəbul eləsə belə qala bilər. Bəli. Viza çünki səfirliklərin əlində olan bir məsələdir. Onların yəni icazəsi ilə olur. Buna düzdür. Bəzi təsir edən amillər var. Hansı ki, məsələn, əgər məsələn tələbənin dil biliyi yuxarı səviyyədədirsə, ingilis dili və s. viza almaq ehtimalı yüksəlir. Dil biliyi yoxdursa, o zaman tövsiyə eləmirik. Çünki çox böyük ehtimal vizadan kəsiləcək. Belə, yəni ehtimalının yuxarı və ya aşağı olan məsələləri deyirik. Məsələn, sənin ehtimalın yuxarıdır və ya aşağıdır. Amma yenə də 100% bunu əldə edəcəksən deyə bir şey yoxdur. Əgər yəni 100% sən universitetə qəbul olub ora getmək istəyirsənsə, o zaman vizasız ölkələri daha çox tövsiyə edirik. Çünki o zaman heç bir problem yaşanmır. Bəs məsəl üçün turist vizasını rahatlıqla ala bilən insan təhsil vizasında da çətinlik çəkməzdi, onda yox. Bu %100 belə deyil. Çünki bu ayrı bir faktorlardır. Turistik viza tam ayrı bir şeydir. Gedib gələcəkdə təhsil vizasında orada yaşayacaq. Təhsil vizası ilə uzun müddət yaşayacaq. Məsələn, turistik vizada insan gedir, qısa müddət qalır. Amma təhsil vizasında uzun müddət yaşayacağı üçün orada bəzən depozit göstərə bilir. Depozit nə deməkdir? Yəni tələbənin həqiqətən orada uzun müddət yaşamağına resursu varmı, maddi imkanı varmı? Bəzən pul göstərə bilər bankda. Məsəl üçün formal olaraq məsələn 5000, 10000 göstərə bilər. Bu pulu harca xərcləmir. Sadəcə göstərir ki, məndə bu pul var. Bir çox şeyə artıq turistik vizada bir-iki faktora baxırlarsa, yəni təhsil vizasında daha çox faktorlara baxılır. Çünki orada uzun müddət yaşayacaq deyə. Onda sizə müraciət eləməmişdən əvvəl viza şirkətinə müraciət eləsin, yoxsa birinci sizə müraciət eləsin? Biz özümüz partnyor olduğumuz viza şirkətləri var, dəstək oluruq.
Əslində bizə müraciət etmək daha yaxşıdır. Çünki biz təhsil sahəsində bizik və biz ona deyə bilərik ki, sənin ehtimalın çoxdurmu və azdırmı? Onda viza ilə təhsil daha çətin oldu. Vizasız ölkələrə yəqin ki, daha çox üstünlük verilir. Bunlardan hansı ölkələrə daha çox üstünlük verilir? Həm bizdə, həm ümumiyyətlə statistikaya baxsaq, xarici təhsil mövzusunda ən çox Azərbaycan tələbələr tərəfindən seçilən ölkə Türkiyədir. Buna da səbəb odur ki, təbii ki, dil yaxınlığı, mədəniyyət yaxınlığı, ondan başqa daha rahat gediş-gəliş və təhsil haqqının daha münasib olmağı. Çünki Avropaya baxdığımız zaman təhsil haqqları həqiqətən də bəzən yüksək ola bilir. Türkiyədə isə bu daha aşağıdır. Bəli, mən də çox vaxt eşidirəm ki, xaricdə təhsil alıram. Harda? Türkiyə, Polşa, bir də Dağıstan. Bu üçünü çox eşidirəm. Statistikada bunu göstərir ki, Türkiyə daha çox seçirlər tələbələr. Amma o sertifikat məsələsini bilmirdim. Yəni Türkiyənin dil sertifikatı tələb edir. Bəli, mən özüm belə deyim, 2016-cı ildə Sakarya Universitetinə qəbul olmuşdum. Orada həmin universitetin içində belə deyim, o imtahanı keçdim. Çətin imtahandı, necə imtahandı o? Azərbaycanlı bir tələbə üçün çətin olduğunu düşünmürəm, çünki dil yaxınlığı çoxdur. Amma yenə də kəsilən olur. Məsələn, mənim öz yaxın bir dostum kəsildi. Kəsildiyi zaman nə olur? Bir il artıq bir ildə türk dili oxuyur. Amma bunun bir mənfi cəhəti ola bilər ki, risk faktoru yaranır burada. Necə bir risk faktoru? Tələbə bu zaman birinci kurs sayılmır. Və bu zaman əgər oğlan tələbədirsə hərbi möhlət ala bilmir. Bağlı. İstəyir hansı dil olur olsun, ingilis dili, rus dili, türk dili. Bunun üçün foundation dediyimiz proqram, yəni bir əlavə oxuduğu zaman birinci kurs sayılmadığı üçün hərbi möhlət ala bilmir. Yəni təhsildə kimi sayılmır bu dəqiqə. Bəs ümumiyyətlə xaricdə təhsildə hərbi möhlət necə tənzimlənir? Yəni mən 22 yaşındayam, oğlanam, qurtarmışam universiteti, amma əsgərliyə getməmişəm. İndi xaricdə təhsil almaq istəyirəm. Mən nə etməliyəm? Azərbaycan qanunvericiliyinə görə əsasən hər təhsil pilləsi üçün yalnız bir dəfə möhlət verilir hərbidən. Yəni məsələn bakalavr, magistr, doktorantura üzrə hərəsini yalnız bir dəfə oxumağa möhlət hüququ verilir təhsil müddəti boyunca, yəni bitirənəcən. Və bu dönəm ərzində indi yeni qanunlarda əsasən 24 yaşına qədər bakalavra daxil olduğu zaman, 26 yaşına qədər isə magistra daxil olduğu zaman tələbə hərbidən möhlət hüququ ala bilir. Doktorantura isə hər hansı bir yaş limiti yoxdur. Deməli 24 yaşa kimi bakalavr yəqin ki ədalətlidir. 26 yaşa kimi magistr o da ədalətlidir. 23-də bitiririk də. Çünki nəzərə alsaq ki 16-17 yaşında normalda məktəbi bitirir insanlar. 24 yaşa qədər artıq orada bəli, xeyli bir vaxt var. Hardasa 7 ilə qədər bir vaxt var. Magistr üçün də vaxt elə bir 3 il verilibdi. 23-də biz bitiririk universiteti. Çox vaxt belə deyim, 20 yaş, maksimum 22 yaş bitirilir. Əgər tələbə məktəbi bitirən kimi bakalavra daxil olubsa, bakalavr bitirmə yaşı 20-22 arası olur. Magistr üçün də yaş yaxşıdır, doktorantura üçün də yaş 26 kimi. Doktorantura üçün limit yaş limiti yoxdur. Magistr üçün limit var 26. Ümumiyyətlə xaricdə təhsillə bağlı yaş limitini soruşmaq istirdim. Elə bir ki, mən o vaxt maraqlananda baxırdım proqramlara. 30 yaşa kimi idi. 30 yaşdan sonra yenə xaricdə təhsil almaq olurmu? Ümumi olaraq yaş limiti yoxdur. Nə yaxşı. Bəzi universitetlərdə isə, əsasən bu dövlət universitetlərinə aid ola bilər, yaş limiti qoyula bilir. Necə? Məsələn, bakalavrı daxil olmaq yaşı 30, magistr 35, doktorantura 40. Belə bir limitlər ola bilər istisna hallarda. Amma ümumi baxsaq belə bir yaş limiti yoxdur. Hətta bizim tələbələr içində 40-lı yaşlarda belə tələbələrimiz mövcuddur. Bəs İsa bəy, mən gəldim, sənədlərim hazırdır, xaricdə təhsil almaq istəyirəm. Siz də mənim üçün təhsil təşkil edirsiniz. Yaxşı da bir universitet tapdınız, hər şey həll oldu. Bəs mənim orada yaşamım, iş tapmağım, yaşam xərclərim və s. bu barədə də kömək edə bilirsinizmi? Əlbəttə, amma tələbə özü istərsə. Bəzən tələbələr deyir ki, məsələn, mən sadəcə qəbul lazımdır, universitet qəbulu həmin şəhərdə də qohumlarım, tanışlarım var, mənim heç kimə ehtiyacım yoxdur. Onlar özləri çıxıb gedir, amma bəzən deyirlər ki, mənim həmin ölkələrdə bir əlaqəm yoxdur, mənə necəsə kömək edə bilərsiniz. Bu zaman belə bir xidmətimiz mövcuddur ki, həmin ölkələrdəki öz əməkdaşlarımız belə deyim, kiçik bir ödəniş qarşılığında onlara yataqxana və ya ev və ya bir iş tapmaq, hər hansı oturum izni kimi belə deyim, xidmətləri göstərə bilir. Yaxşı. Bəli. Bəs onlayn və ya distant təhsil alanlar hərbi möhlətdən yararlana bilərmi? Hərbi möhlətlə bağlı mütləq şəkildə arayışa əyani olaraq qeyd olunmalıdır ki, hərbi möhlət alsın ki, bəli. Amma necə olur? Məsələn, onlayn təhsil alsa belə tələbə, məsələn, hibrid deyə bir təhsil formatı var. Hibrid nə deməkdir? Yəni və onlaynın sintez olunmuş halı. Məsələn, dərslər onlaynda sadəcə imtahanı vermək üçün, semestr imtahanları vermək üçün həmin ölkəyə gedib imtahanı verib qayıda bilirlər. Təhsil əslində 90% onlayn şəkildə olur.
arayışı əyani yazılır və ya Ukraynada məsələn təhsil onlayn olduğu halda sadəcə müharibəyə görə müvəqqəti onlayndır. Arayışa əyani yazıldığı bütün hallarda təhsil formatı onlayn ola bilər, hibrid ola bilər. Bütün hallarda hərbidə möhlət verilir. Amma distant yazılsa arayışa, qiyabi yazılsa arayışa bu zaman hərbidə möhlət hüququ verilmir. İsa bəy, ən çox verilən suallardan biri də bu idi ki, təqaüdlü təhsil mümkündürmü? Bəli, bizə də ən çox verilən suallardan biri budur. Hər kəs təqaüdlü təhsil almaq istəyir. Belə deyim, təqaüdlər faizlərə görə bölünə bilir. Necə? Məsələn, minimal 30-40%-dən başlayır, 100% təqaüdə kimi gedə bilir. 100%li təqaüd o deməkdir ki, yəni tələbənin tamamilə ödənişsiz təhsil almağı deməkdir. Bu zaman tələbənin təhsil nəticələri çox yüksək olmalıdır, ortalaması, dil bilikləri və s. Bu zaman 100%li təqaüd almaq şansı var. Amma deyək ki, bu qədər, yəni yüksək təhsil nəticələri yoxdur. Təqaüd ala bilərmi? Təbii ki, ala bilər. Amma necə? 40%-dən başlayaraq 70%-dək. 40%-dən başlayır ümumiyyətlə, daha aşağı yoxdur da 40%. Bəli. Bu nə deməkdir? Məsələn, bəzi universitetlər belə bir imkanlar bizə yaradır ki, məsələn, universitetin illiyi $2000 və ya $1500 olduğu təqdirdə 4 illik təhsil ödənişi birdən ödənilərsə, 50% təqaüd ala bilirik və ya 60% təqaüd ala bilirik. Məsələn, bəli, 6000, məsələn 4 illik təhsil $6000-dırsa, 4 illik təhsil $8000-dırsa, yəni 6000, 8000 yox da 50% təqaüdlə $3000, $4000 bir dəfəlik ödənilərək bütün 4 illik təhsil haqqından azad olmuş olur. Bir də İsa bəy, tələbələrə bir mövzu çox maraqlıdır ki, kollecdən ikinci kursa transfer. Yəni belə bir suallarda oxudum, mənə də çox maraqlı gəldi ki, bu necə ola bilər? Ümumiyyətlə kolleci bitirmişəm, yenə də xaricdə təhsil ala bilərəmmi? Belə suallar da var idi. Bəli, əlbəttə kolleci bitirən subbakalavr dərəcəsi verilir. Subbakalavr bakalavrdan bir öncəki təhsil pilləsidir. Bəzi universitetlərdə, bəzi ölkələrdə belə bir imkan mövcuddur ki, kollec məzununuzsa, kollec diplomunuz varsa, birbaşa universitetin ikinci kursuna qəbul ola bilirik. Belə bir imkan vardır. Çünki birinci kursda belə deyim, verəcəyiniz dərsləri, keçəcəyiniz dərsləri kollecdə keçdiyiniz üçün ona görə birbaşa ikinci kursa qəbul ola bilirsiniz. Təbii ki, hər yerə aid deyil, bəzi ölkələr, bəzi universitetlərə aiddir. Bəs məsəl üçün mən bakalavr təhsili alıram, birinci kursda oxuyuram, amma ikinci kursa keçəndə artıq istəmirəm, getmək istəyirəm, xaricdə təhsil almaq istəyirəm. Mən yenə ikinci kursa keçirəm xaricdə də. Belə bir durumda transfer edə bilərik tələbəni. Məsələn, birinci kursda təhsil alırsa, biz onun sənədləri transkripti vasitəsilə xarici ölkəyə transfer edirik, qaldığı yerdən də təhsilinə davam edirik. Yəni məsələn, ikinci kursdan bəli, təzədən yenidən başlamır, olduğu yerdən davam edir. Bəs universitetlər arasında transfer necə varmı? Yəni məsəl üçün mən gedirəm, vizasız ölkədə təhsil almaq istəyirəm, Polşada təhsil almaq istəyirəm. Sonra istəyirəm ki, hardasa bir Avropa ölkəsinə gedim, vizalı bir ölkəyə keçid edeyim. Bəli, belə bir şey əlbəttə olurmu? mümkündür, amma yenə də tələbənin təhsil nəticələrinə baxılır. Çünki dərs kreditləri və s. bəzən ola bilər tələbənin həddən artıq çox kəsrləri olur. Bu zaman transferə əngəl olur və ya son kurslarda transfer daha çətin olur. Daha orta kurslarda olmalıdır. Dərs kreditlərinin belə deyim 50% heç olmasa bağlanmış olmalıdır. Bu zaman bəli istədiyi ölkə transfer ola bilər. İstəyir vizalı, istəyir vizasız transfer edə bilirik. Belə baxdım ki, çox xaricdə təhsil elə də çətin məsələ deyil, çox da ümidlidir, amma ən ümidsiz variantı dəyərləndirək. Yəni ən ümidsiz tələbə hansıdır? Xaricdə təhsil almağa ən imkansız olan tələbə hansıdır? O sənədləri qaydasında deyil. Kəsirləri çoxdur. Kəsirləri çoxdur və gözləntiləri ilə dediyim istədikləri düşmür bir yerə. Misal üçün çox prestijli universitetə qəbul olmaq istəyir, amma hansı ki öz təhsil nəticələri ona uyğun deyil. Yəni belə bir durumda əgər sənədləri qaydasındadırsa, gözləntiləri çox da yüksək deyilsə, özünə yəni uyğun şəkildədirsə, hər zaman şansı mövcuddur. Bir də İsa bəy, bir sizinlə maraqlıdır. Məsəl üçün məhkumluq keçmişi olan və ya cinayət işi törətmiş şəxslərin də xaricdə təhsil almağı mümkündürmü? Yəni məsəl üçün vizalı ölkələrdə düşünürəm ki, bu çətin alınır. Vizasız ölkədə də təhsil ala bilərmi? Bəli, əlbəttə viza qeydiyyatı zamanı buna baxılır, məhkumluq arayışına. Ondan başqa vizasız ölkələrdə isə proses belə olur. Biz tələbəyə qəbul alsaq belə, həmin ölkədə oturum izni almaq üçün, oturum izni nə deməkdir? Yəni orada qalacağı müddət ərzində ona bir kart verilir, rahat orada yaşaya bilməsi üçün. Bir növ elə bir keçici vətəndaşlıq deyə bilərik buna. Bu zaman Azərbaycandan məhkumluq arayışı tələb olunur. Əgər belə deyim, çox ağır bir cinayət yoxdursa, bir problem yaşanmır. Amma təbii ki, belə bir ağır bir cinayət və s. varsa, o zaman oturum izni verilmir. Bəli. Buna da üzülməyəlim. İsa bəy, tutalım ki, xaricdə təhsil almağa artıq hər haqqı qazandı, hər şey əladır, hər şey yolundadır, amma getdi orada yaramazlıq elədi. Bu halda nə baş verir?
Bu əslində istədiyim xaricdə yox, elə Azərbaycandakı təhsildə də bu problemdir. Məsəl üçün tələbənin universitetdən xaric olmaq məsələsi ayrıdır və vizası ayrıdır. Hər ikisi əngəl ola bilər. Həm universitetdən xaric oluna bilər, həm vizası əngəllənə bilər. Çünki universitetin öz daxili qaydalarına görə də tələbə əgər cinayətə qarışarsa, universitetdən xaric oluna bilər, vizası da əngəl ola bilər. Yəni bu hər cür problemdir, hər iki halda. Yəni tələbənin universitetdən xaric olmaq üçün çox az bir ehtimallar var. Bu hansı ki etik qaydaları pozmaq, cinayət və s. Kimi. Amma başqa bir hallarda xaric olunmur normalda. Məsələn, adam var, kəsrləri çoxdur, yenə də xaric olunmur. Yəni belə əgər davranışlarda bir problem yoxdursa, tələbənin təhsil nəticələri zəif olsa belə, belə deyim, davam edir. Yəni çünki mən görürəm Türkiyəyə qəbul olmaq çox rahatdır. Amma orada universiteti bitirmək nəsə uzun çəkir. Hətta bitirmədən yarımçıq belə. Biz əvvəldən onu tələbələrə deyirik. Yəni bəzən Azərbaycanda universitetə girə bilməyən tələbələr Türkiyəyə üz tutur. Biz deyirik əvvəldən, yəni o qədər asan olacağını gözləməyin. Düzü kəsrlər olur bəzən 4 ilə deyil də 5 ilə 6 ilə bitirə bilirlər. Amma yenə də əvvəldən bunun ciddiyyətini biz onlara deyirik. Bir sual da var ki, universitetlərə qəbul olarkən ortalamaya baxılır dedik, amma bizim ortalamamızın, bizim elə bir ortalamamızla universitetlərə qəbul ortalaması eyni cür hesablanmır deyə bir şey var. Məsələn, bizdə 70, orada 80 kimi bir söhbət var idi, onda bir aydınlıq gətirə bilsə əla olardı. Bizdə ortalama əsasən 100-100-ə qədər sayılır. Məsələn, 70, 80, 90 şəklində. Bəzi ölkələrdə bu 2, 3, 5-ə qədər ola bilər. Amma belə deyim, yaxın ölkələrdə bizə məsələn, belə deyim, vizasız ölkələrdə elə bizdəki kimi olur. Yəni bu 100 ballıq sistemdə təyin olunur. Minimal 50 ortalamanı keçdiyi zaman tələbə təbii ki, diplom ala bilər. Amma 50, 60, 70-ə qədər bu daha az ortalama sayılır. 70-dən yuxarı isə daha yuxarı ortalama sayılır. Bəzi universitetlər qəbul zamanı ortalamaya fikir verir. Məsələn, yuxarı ortalama olmayan tələbələri qəbul etməyə bilir. Amma bəzi... Heç 50 balla qəbul etdiyiniz, alındırdığınız tələbə olub? Əlbəttə, olur. Nə gözəl. Amma yəni bu zaman belə deyim, biz özümüz tapırıq, ona göstəririk. Bu universitetlər məsələn tələbələrdə ortalama gözləntisi yoxdur. Amma yox, tələbə məhz deyərsə ki, mən filan universitet istəyirəm, o zaman onun şərtlərinə də belə deyim, yerinə yetirməlidir. Bəs tutaq ki, universitet artıq bitirib də universitet üçün heç nə edə bilməz axı. Yəni ortalaması 50-dir. Amma gedib IELTS-da balını yüksəldə bilər, 7, tutalım 8 lap elədir. Bu nəsə bir şans yaradar onun üçün? Yaradar, amma bəzi universitetlər konkret olaraq bir limit qoymayıb. Elə universitetlər var, konkret limit qoyub ki, məsələn 70-dən yuxarı ortalama olan tələbəni qəbul edir. Bu zaman heç edə biləcəyiniz bir şey olmur. Amma təbii ki, universitetlər çox saydadır. O universitet olmasa belə başqa universitetə qəbul mümkün olur. Bir də prestijli universitetlər dedik. Prestijli universitet nə deməkdir? Və diplom tanınması məsələsində də toxunaq ki, yəni hansı diplomlar tanınır? Dedik ki, onlayn təhsilin diplomu çox da tanınmır Azərbaycanda. Yəni o uzun məsələdir. Hansı universitetlərin diplomu Azərbaycanda tanınır? Əvvəla prestijli universitet nədir? Onu biraz açaq. O bir çox reyting sıralamasında yuxarı olan, daha belə deyim, tələbat olan, onu bəzi reyting qurumlarını təşkil edən qurumlar onu belə deyim, reytingdə yuxarı göstərirsə, bu zaman prestijli deyə bilirik bu universitetlərə. Harvard. Prestijli sayıla bilər. Amma yenə də belə deyim, bəzi yanlış anlaşılmalar necə olur? İnsanlar elə bilir ki, diplom tanınmaq prestijli universitetlərlə bir bağlantısı var. Yoxdur. Yoxdur belə bir şey. Məsələn, necə? Türkiyənin çox kiçik bir kəndində deyək, olan bir universitet Azərbaycanın tanındığı halda Amerikadakı bir belə deyim, diplom tanınmaya bilir. Bu necə olur? Bu, yəni Azərbaycanın qanunvericiliyində diplom tanınmağında bəlli şərtləri var. Bu şərtlərə əməl olunması ilə bağlıdır. Məsələn, necə? Tələbə bizdə Azərbaycanda əsasən əyani təhsil tanınır. Ondan başqa akkreditasiya olmalıdır. Giriş-çıxışlara baxılır həmin ölkəyə. Bəzən məsələn əyani təhsil olsa belə giriş-çıxış eləmir tələbə. Necəsə az gedir universitetə. Yəni orada yaşadığını bir növ pasportu ilə sübut etməlidir giriş-çıxışlarla. Yəni onu məsələn və ya onlayn təhsil ala bilər və ya distant, qiyabi, bəzi ölkələrdə qiyabi də tanınmır. Bu da tələbələrə biraz ümid verdi məncə ki, yəni ortalamanız az olsa da, prestijli universitet olmasa da, xaricdə təhsil alıb gəlib burada diplomunuz tanına bilər. Düzdür. Diplom bəzi insanlara ümumiyyətlə diplom tanınmaq da maraqlı olmaya bilər. Bizə gələn tələbələrdən necə? Məsələn, deyirlər biz xaricdə həyatımızı davam edəcəyik və ya o da var, hə. Dövlət sektorunda çalışmayacağıq, özəl sektorda çalışacağıq. Çünki özəl sektorda həmin diplomlar keçərlidir. İşləyirlər insanlar.
Yəni məhz dövlət sektorunda çalışmaq istəyən insanlar mütləq diplom tanıtdırmalıdır. Özəl sektorda bütün xaricdəki universitetlərin diplomu keçər. Əlbəttə və Bu da insanlar bir özəl bir bankda, sığorta şirkətində və sair kimi qurumlarda işləyirlər. Həmin bu diplomların hansı ki tanıtdırmağa belə ehtiyac duymadan. Daha niyə durmursuz, gedin xaricdə təhsil alın. Əla. Mən ümumiyyətlə xaricdə təhsil çox çətin bilirdim. Bu gün xeyli məlumatlandım, xeyli şey öyrəndim və belə gözümdə böyüdürmüşəm. Düzdür. Bizim də tələbələrimizdən bir çoxları onu deyir ki, yəni əslində gözümüzdə böyütdüyü qədər deyilmiş. Belə deyim, əgər diplom tanımaqla bağlı bir də son olaraq onu da deyim. Əgər bir insan deyir ki, 100% mənim diplom tanınsın, heç bir halda problem olmasın, bunu istəyirsə, o zaman gedib əyani şəkildə həmin ölkədə yaşayıb əyani qaydada dərslərə iştirak etməyi tövsiyə edirik. Bu zaman diplom tanımaqda heç bir problem olmur. Çünki ən çox problem tələbə onlayn təhsil alarkən və ya giriş çıxışları olmayarkən pasportda bu zaman olur. Əgər tələbə əyani oxusa, orada yaşasa, heç bir problem olmur. Bəs bir dənə nöqtəyə də dəynək ki, dedik ki, pasportda giriş çıxışlar. Yəni məsəl üçün mən Türkiyədəyəm, amma dərsdə çox getmirəm. Yenə də bu problem deyil də. Problem deyil. Yəni əsas o ki, ölkədə olmaq. Bəli, əsas faktor budur. Bəs tutaq ki, mən qəbul da olmuşam, hər işim də yolunda gedir, amma yenə də nəsə suallarım var, yenə də sizə müraciət edirəm. Bu halda da kömək edə bilirsinizmi? Biz əlbəttə belə deyim, yəni universitet qəbulu almaqla bitmir işimiz. Yenə də tələbə ilə əlaqədə oluruq. İllərdir əlaqədə olduğumuz tələbələr mövcuddur. Ailələri ilə, özü ilə istəyir onlayn təhsillə, əyani təhsillə, bəzən hər hansı bir problemləri olur, sualları olur. Biz daima dəstək oluruq, yanlarında oluruq. Yəni əlaqəni itirmirik, əlaqədə oluruq. Aydındır. Ümumiyyətlə nə sualınız varsa bunları konsultasiyada cavablandırırsınız və hər şey demək olar ki, bir çarə var. Bugün də bir çox sualın çarəsini tapdıq. Həqiqətən də bu məsələlərdə hər bir şeyə çarə var. Sadəcə olaraq tələbə özünü açıq-açıq ifadə etməlidir. Bizə nəsə gizlətməli deyil. Bəzən kəsrlər olur, gizlədirlər. Əgər hər şey həqiqətən açıq deyirsə, şəffafdırsa, onun biz araşdırırıq birinci xarici təhsildə motivasiyası nədir? Ona uyğun universitetlər. Nə ola bilər motivasiyası? Məsələn, bəzi insanlar ola bilər ki, məsəl üçün sırf universitetə qəbul ola bilim, yəni belə deyim, diplom statusda diplomun olsun. Bəzi insanlar xarici ölkəyə getmək üçün bir vasitə olaraq istifadə edir. Yəni təhsil vizası. Yəni o zaman ayrı-ayrı yollar mövcuddur. Məsəl üçün sırf adamın məqsədi diplom almaqdırsa, bu zaman çox çətin universitet tövsiyə eləmirik, çünki motivasiyadan düşə bilir. Daha rahat bitirə biləcək, çünki onun əsas məqsədi diplom almaq sadəcə. Daha rahat universitetlərə tövsiyə edirik. Məsələn, xarici ölkəyə çıxışdırsa, o zaman vizalı ölkələr və sair məsləhət görürük. Çünki belə deyim, məsəl üçün onun xaricə getməkdə əsas məqsədi daha yaxşı yaşam və sairdirsə, yəni Türkiyəyə gedib demək olar ki, şərtlər eyni oxşardır, yaşayış və sair. Onu yox, yəni başqa Avropa ölkələri məsləhət görür ki, o istədiyini ala bilsin. Aydındır. Siz əməli başlı kömək edirsiniz. Bəs İsa bəy ən çox rastlaşdığınız yanlış anlaşılmalar hansıdır? Niyə belə fikirlə gəlirlər dediyiniz? Yəni kaş bunu da bilsəydilər, canım dincələrdə dediyiniz bir məqam varmı? Belə deyim, yanlış anlaşılmalar olur ki, bizdə əsasən imtahansız qəbullardır və imtahansız attestatla və ya diplomla qəbulun qanuni olduğunu bilməyən insanlar mövcuddur. Elə bilirlər ki, bu qanuni bir şeydir. Gərək nəsə danışırmış kimi. Əslində bu qanuni bir şeydir. Xarici tələbələr Azərbaycana imtahansız olaraq attestatla qəbul ola bilər. Məsələn, türk tələbələr Bakı Dövlət Universiteti və bir çox Azərbaycan universitetlərə heç bir imtahan vermədən gəlib qəbul olurlar. Hansı ki, bizim tələbələr dim imtahanında yüksək nəticələr əldə etməlidir ki, həmin ixtisaslar qəbul ola bilsin. Yəni bu normal bir prosesdir, qanuni bir prosesdir, yəni. Sırf attestatımla, şəxsiyyətimlə, pasportumla gəlirəm ki, qəbul olmaq istəyirəm və sizdə bir yol, bir çarə tapırsınız. Əlbəttə. Yəni qəbul olmaq asan ola bilər. Yəni biz onu həmişə deyirik. Qəbul olmaq hər şey demək deyil. Təbii ki, yenə də oxumaq lazımdır o təhsili bitirmək üçün. Suallarımızdan birisi də belə idi ki, bakalavrdan birbaşa doktoranturaya keçid edə bilərəmmi? Mənə maraqlı gəldi ki, niyə məhz doktoranturu? Çünki bakalavrdan sonra magistr gəlir axı. Bunu aydınlaşdıraq. Bu təhsil pillələri təbii ki, sırayla normalda bakalavr, magistr, doktorantura hər birinin sırayla tələbə keçərək doktorantura pilləsinə qədər qalxa bilir. Amma bəzi ölkələrdə, bəzi universitetlərin proqramlarında bakalavrdan doktoranturaya qəbul mövcuddur. Bu əsasən özəl universitetlərə aiddir. Bu necə olur? Məsələn, Türkiyədə bunun adı türk dilində bütünləşik doktora, ingilis dilində isə integrated PhD adlanır. Magistr bir çox ölkədə 1 il, 2 il olduğu nəzərə alsaq, bakalavrdan doktoranturaya girərkən tələbə, doktorantura normalda 4 il idisə, bakalavrdan girirsə 5 il olur. Yəni 1 il əlavə artıq olur. Magistrda bir növ onun içinə daxil olmuş olur. Yəni tələbə normalda adi doktorantura 4 il
oxuyacaq halda 4 il yox, 5 il oxumuş olur. Əgər magistr diplomu yoxdursa, bakalavrdan doktorantura girirsə 5 il oxumuş olur. Bu zaman bir növ magistr onun içinə daxil olmuş olur. Bu belə deyim, əsasən özəl universitetlərə aiddir. Dövlət universitetində belə bir proqram normalda olmur. Amma belə bir imkanlarımız mövcuddur. Bir də İsa bəy, diplom tanınmağı ilə bağlı danışdıq, amma yenə mənə bəzi detallar, mənə hər şey detallıca çox maraqlıdır da. Yəni mən diplomu gətirdim, Azərbaycandayam. İndi mən nə etməliyəm ki, o diplom tanınsın? Hara müraciət etməliyəm, hansı sənədlərlə? Hər şeydən qabaq bir şey nəzərinizə çatdırım. Tələbə universitet qəbul olarkən ən birinci önəm verdiyi bir şey olmalıdır ki, həmin universitetin akkreditasiyası olmalıdır. Akkreditasiya nə deməkdir? Həmin dövlətin o universitetin belə deyim, təhsil keyfiyyətini, etibarlılığını tanıtdıran bir lisenziyadır, akkreditasiya. Misal üçün Türkiyə universitetlərində dövlət bu lisenziyanı verir. Bütün ölkələrdə belə bir lisenziya mövcuddur. Akkreditasiya mütləq olmalıdır. Akkreditasiyasız universitet diplom tanınmır. Akkreditasiya varsa, tələbə də məzun olubsa, nə edir? Azərbaycana gəldikdən sonra TQTA-nın, yəni Təhsildə Keyfiyyət Təminatı Agentliyinin öz rəsmi saytına daxil olaraq orada tanınma və ekvivalentlik bölməsi var. Oradan daxil olaraq bəlli sənədləri doldurur elektron qaydada. Diplom əlavəsi, pasportu, vəsiqəsi kimi bir çox sənədləri orada doldurur və müraciət edir. Bir rüsumu da vardır. 250 manat olmalıdır səfərimizdə. Bəzən dəyişə bilir kiçik miqdarda. Onu ödəyərək, yəni tanıtdırmağa başvuru edə bilər. Amma ola bilər ki, məsəl üçün hansı sənəd əksik olsun, o zaman problem yaşasın. O sənədləri yenidən dolduraraq müraciət edə bilər. Yəni bu müraciət olmaq məhdud deyil. Bir dəfə tanıtdıra bilməsə yenidən cəhd edə bilər. Artıq yenə nəsə problem yaşadığı təqdirdə məhkəməyə müraciət edə bilər. Əgər həqiqətən də bütün sənədlər qaydasındadırsa, problem yoxdursa, amma necəsə bir yanlış anlaşılma varsa məhkəməyə müraciət edə bilər. Rahat, onlayn qaydada diplom məlumatlarını girir və beləcə tanınır. Bir də diplom tanınmaqla bağlı onu da deyim. Bəzi ixtisaslarda diplom tanınmaq imtahan yolu ilə ola bilir. O hər ixtisasa aid deyil. Hansılar da olar? Tibb, hüquq, IT, mühəndislik kimi ixtisaslar sadəcə sənədləri təqdim etməklə tanıtdırılmır. Yenə də imtahan verməlidir. Kiçik bir imtahan olur. Yəni o çox çətin əslində imtahan sayılmır. Əgər tələbə həqiqətən o biliklərə sahibdirsə, o imtahanı keçə biləcəyi bir imtahandır. Amma qalan 80% ixtisasa heç bir imtahan nəzərdə tutulmayıb. Əla. Bir xəbər çıxdı, yeni bir xəbərdir bu da. Erasmus proqramının ləğv olmağı ilə bağlı və bu tələbələrdə biraz ümidsizlik yaratdı. Bu barədə nə deyə bilərsiniz? Tələbələrdə ümidsizlik yaratmağına heç bir ehtiyac yoxdur, çünki bu Azərbaycanla bağlı bir şeydir. Xaricdə oxuduğu təqdirdə Erasmus yenə də edə bilər və ondan başqa Erasmus tək bir proqram deyil. Yəni ondan başqa Work and Travel və bir çox xarici proqramlar mövcuddur. O xarici təcrübəni yaşaya bilər. Bəzi universitetlərdə çift, yəni cüt diploma deyə bir şansları var. Yəni misal üçün qısa bir dönəm məsələn Türkiyədə oxuduğu təqdirdə Avropanın da diplomunu ala bilər. Yəni belə bir proqramlar mövcuddur. Gedib məsələn qısa bir dönəm 6 ay, 1 il orada da yaşayaraq, oranın təhsilini alaraq ən sonunda həm Türkiyənin, həm Avropanın diplomunu almış ola bilər. Yəni Erasmus tək bir proqram deyil əslində. Bir çox proqramlar mövcuddur. Erasmus sadəcə onlardan biridir. Onda ümitsizliyə qapılmır. Erasmus sadəcə yəqin çox məşhur proqram idi. Əlbəttə, ən məşhurlardan biridir. Hansı ki mən də işlədə heç xarici təhsildə maraqlanmıram, amma niyə belə oldu ki? Biz biraz məyus edicidir. Bəli. Çox təşəkkür edirik İsa bəy, gəldiniz, bu gün bizi məlumatlandırdınız. Xeyli suala cavab tapdıq. Çox sağ olun. Mən də minnətdaram, belə bir şərait yaratdınız bizə. İnsanlara faydalı olduğumuzu düşünürəm. Məncə xarici təhsillə bağlı ən xırda detalına kimi sualları verdim. Ən məşhur sualları, ən çox verilə biləcək sualları verdim. Amma yenə də izləyicilərimiz düşünürsünüzsə ki, vermədiyimiz suallar qalıb, rəylərdə qeyd edə bilərsiniz. İsa bəy yenə qonağımız ola bilər, yenə suallarınıza cavab verə bilər və ya başqa xarici mütəxəssis taparam. Evet, çox xoş olar. Suallarınız da maraqlı idi və çox aktual suallar idi. Yəni belə deyim, yüzeysel suallar deyil, daha dərin və tələbatlı suallar idi. Ona görə suallara görə də minnətdaram sizə. Biz də minnətdarıq, çox sağ olun. Bizi izlədiyiniz üçün təşəkkürlər ProTalks izləyiciləri. Bu yayım 24/7-nin baş sponsorluğunda həyata keçdi. Rəy yazmağı, abunə olmağı, bəyənməyi unutmayın.